Salam, bugün sizinlə bərabər bir çox insanı yanıldan, hətta universitetdə mənim yoldaşlarımla da müzakirə etdikdə səhv cavablar aldığım Monte-Hall problemini ələ alacağıq. Deməli, problemimizi ilk öncə klassik versiyasını həll edəcəyik, ondan sonra isə onun xüsusi halına nəzər yetirəcəyik. Deməli, problemimiz belədir. Monte-Hall bizə 3 ədəd qapı sunur və bu qapılardan ikisinin arxasına keçir, birinin arxasında isə maşın olduğunu bildirir. Bizdən maşın olan qapını tapmaq tələb olunur. Monty əvvəlcə bu 3 qapıdan birini bizə seçdirir. Rastgele bir qapını seçirik. Sonra isə Monty hansı qapının arxasında maşın olduğunu bildiyindən qalan 2 qapıdan keçi olan qapını açır. Sonra bizdən ya seçimimizi dəyişməyimizi, ya da seçdiyimiz qapıda qalmağımızı tələb eləyir. Elə problem də burada yaranır. İnsanlar belə düşünürlər ki, 2 ədəd qapı qaldığından və bu qapıların birinin arxasına keçir, digərinin arxasında maşın olduğundan ehtimalın 50-yə 50 olduğunu düşünürlər. Ancaq bu belə deyil. Əgər başınız qarışdısa, gəlin bütün ehtimalları gözdən keçirək. İlk olaraq bizim 3 ədəd ehtimalımız var. Deməli, birinci ehtimalda maşın birinci qapının arxasında olur. Biz birinci qapıyı seçirik. Monty ya ikinci ya üçüncü qapını açır və beləliklə biz seçimimizi dəyişdikdə məğlub oluruq. İkinci ehtimalda maşın yenə birinci qapının arxasında olur. Biz ikinci qapını seçirik. Monty məcbur üçüncü qapını açır və beləliklə biz dəyişim etdikdə maşın olan qapını seçirik və qalib oluruq. Üçüncü halda yenə maşın birinci qapıda olur. Biz üçüncü qapını seçirik. Monty məcbur ikinci qapını açır və biz seçimimizi dəyişdikdə qalib gəlirik. Gördüyünüz kimi 3-də 2 ehtimalla biz qalib gəldik. Xüsusi hala keçməzdən əvvəl klassik versiyanı daha yaxşı qavramağınızı istəyirəm. Yəni əgər ağlınızda sual işarəsi qaldısa da belə düşünün. 100 ədəd qapı var. Biz birini seçirik. Bizim düzgün qapıyı seçmə ehtimalımız 1%-dir. Monty 98 qapını açır və beləliklə 2 qapı qalır. Digər qapıda 99% ehtimalla maşın olduğunu deyə bilirik. İndi gəlin xüsusi hala nəzər yetirək. Deməli biz yenə bir qapıyı seçirik. Monty bir qapıyı açmaq məcburiyyətində qalır. Ancaq birdən-birə verilişin ortasında hansı qapının arxasında maşın olduğunu yadından çıxarır. Monty düşünür, nə eləyim. Belə qərara gəlir ki, rastgele bir dənə qapıyı açayım qalanlardan. Əgər maşın çıxsa verilişi bağlayaram, əgər yox çıxmasa nə gözəl verilişə davam eləyərik. Və açır. Təsadüfə baxın ki, keçi olan qapıyı açmış olur. Və bizdən yenə seçim etməyimiz tələb olunur. Burada indi xırda nüans oradadır ki, Monty'nin rastgele etdiyi seçim artıq 50-yə 50 eləyir misalı. Əgər başınız qarşısa, bütün ehtimalları yenidən gəlin nəzərdən keçirək. Deməli bizim 3 ədəd ehtimalımız var idi. Ancaq 3-cü halda Monty bu dəfə maşına olan qapıyı açacaq və beləliklə veriliş davam eləməyəcək. Ona görə bizdə 2 ehtimal var. Birinci halda maşın birinci qapıda olur. Biz ikinci qapını seçirik. Monty isə üçüncü qapını açır. Beləliklə biz deməli seçimimizi dəyişirik və qalib gəlirik. İkinci halda isə maşın birinci qapıda olur. Biz birinci qapını seçirik. Monty ya 2 ya 3 açır. Sonra biz seçimimizi dəyişirik və beləliklə məğlub oluruq. Gördüyünüz kimi 50-yə 50 oldu ehtimalımız. Gəlin indi keçən videoda istifadə etdiyimiz Monte Carlo metodunu tətbiq eləyək. Gördüyünüz kimi bu oyunu kompüter yüzlərlə, minlərlə dəfə təkrarlayır və böyük ədədlər qanununa əsasən oyun təkrarlandıqca təcrübə ehtimal nəzəri ehtimala get-gedə yaxınlaşır.